Xəzərin sahili yenidən Beynəlxalq Musiqi Bayramının ünvanına çevrildi. Dream Fest 2026 3-cü Beynəlxalq Musiqi Festivalının ilk günü Əlcəzairli müğənni Cheb Khaledin Ulduzunun açılış mərasimi keçirildi. Sonra festival qırmızı xalı mərasimi ilə davam etdi. Yerli və dünya ulduzları məşhur dizaynerlərin geyimləri ilə hər kəsin diqqət mərkəzində oldular. Bu festivalın təkcə səhnə, production və artistlər baxımından deyil, logistika və tamaşaçı rahatlığı yönündən inkişaf etməsi üçün hər cür imkanı var. Biz hər dəfə festivalın əvvəlkindən daha yaxşı olması üçün çalışırıq, lakin son nəticəyə bir çox amillər təsir edir. Qırmızı xalıda yerli sənətçilərimiz xalq artisti Zülfiyə Xanbabayeva, müğənni Roza Zərgərli ən çox maraq göstərilən simalar arasındaydı. Xarici ifaçılar isə festival proqramına daxil edilən yeni mahnılarını təqdim etdilər. Bu gecə mənim Kəpənək adlı yeni mahnımın premyerası olacaq. Bunu böyük səbirsizliklə gözləyirəm. Mənə elə gəlir ki, dinləyicilər bu mahnını çox sevəcəklər. Çox pozitiv, tam yay əhval-ruhiyyəli bir nəğmədir. Dream Fest'də hər kəsə əla əhval-ruhiyyə arzulamaq istəyirəm. Bugün biraz həyəcanlıyam. Çünki səhnədə ilk dəfə olaraq Abajayo mahnımın premyerası olacaq. Tamaşaçılarla görüşü böyük səbirsizliklə gözləyirəm. Dream Fest 2026 3-cü Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində pop musiqisinin tanınmış nümayəndəsi xalq artisti Emin və Enigmanın qızıl səsi Andrew Donalds səhnəyə çıxdılar. Əlcəzair ərəb musiqisinin məşhur ifaçısı Cheb Khaled də maraqlı repertuarla musiqi sevərlərin zövqünü oxşadı. Festivalın ilk günü ulduzların rəngarəng ifaları ilə davam etdi. Arzu Yusif, Rüstəm Abdullayev, Azər Məcidov, Mədəniyyət xəbərləri.